Mən sizin hər birinizə böyük əqidələrlə, böyük amallarla həyatda uğurlu yollar arzulayıram. Bu xanım qızın oxutmağını biraz bəyənmişəm. Sənə bir söz desəm, yəqin ki inciməzsən. Onsuz da şair olmasam, şair bir qəlbim var. Bəhmən Vətənoğlu Kəlbəcərdən didərgin düşdü. El şairi idi. Mənfur bu erməni köfəoğlu gəldi, onu didərgin saldı Kəlbəcərdən. Gəncədə yaşadı bir müddət. Elə məni kimi gedib bir kənarda oturmuşdum, belə bir məclisi süzürdü. Bir də dostlardan biri ikisi gəldi ki, gördü ki, məclisdə gözəl bir xanım qız oxuyur, amma nəsə Bəhmənin könlü açılmır. Gözəl oxuyursunuz, yaxşı oxuyursunuz, Bəhmənin bir şeirin. Deyəndən sonra sənə məclisi verəcəm. Deyir, bu uzaq yolları a gözəl sonan peşman mı gəlirsən, şən mi gəlirsən? Xaindən, xəbisdən keçib aralı, bədnəzər olandan gem mi gəlirsən? Dilim baş aparsa verim qadağa, sən gələn yollara yarın sadağa. Günəş zirvəsini yandıran dağa, duman mı gəlirsən, çən mi gəlirsən? Bəhmənəm qurbanam özüm ellərə, mirvari sözləri düzüm ellərə. A dünya gözəli bizim ellərə Allah mı göndərib, sən mi gəlirsən? Buyur söz sizindir, duet. Allah mübarək eləsin, alqış. Çok sağ olun. Teşekkür ederim. Bir duet, güzel bir duet. Gelmedim ki, bildim ki bu poeziya vurgunudur. Çünkü bana söz düşmeyecek, bu poeziyadan danışacak. Allah her iki tarafa hayır versin, hoşbaht olsunlar, oğlunuz da olsun. Sağ olsun. Şirin
Sevgilim